Salam dəyərli şagirdlər. 4 may 2025-ci il Güvən nəşrlərinin Bərdə hazırlıq kursunda keçirdiyi sınav imtahanının izahını verirəm. Baxaq birinci suala. Birinci sualımız belədir. A parametrinin hansı qiymətində deyir? 3a2 çıxaq 7 bərabərdir 2 çıxaq 2 tənliyinin kökü 1-dir. Tənliyin kökü 1 desə x 1-dir da, yəni. X-in qiymətini yerinə qoyursan. 3a vuraq 1 çıxaq 7 bərabərdir 1 çıxaq 2. 3a çıxaq 7 bərabərdir mənfi 1. 3a bərabərdir 7 sağa keçir, müsbət olur. Çıxaq 1 bərabərdir 6. A da bərabərdir 6 bölək 3. O da 2 olmuş olur. Cavab hansı variantdır? B variantı 2 olmuş olur. İkinci sualımız belədir. AB nöqtələrindən eyni məsafədə olan nöqtələr çoxluğunun tənliyini yazın deyə bir sualdır. Bax, təsəvvür edin ki, bu sual belədir. Tutaq ki, A nöqtəsi 1 üstü 1 3. A nöqtəsi burada yerləşir. A nöqtəsi. B nöqtəsi də mənfi 1 1 nöqtəsində yerləşir. 1 burada yerləşir. Bu nöqtədən bərabər məsafədə nöqtələr çoxluğu elə bir ki, B nöqtəsi də burada. AB nöqtələrindən keçən düz xətt çəksəm mən bir dənə. Bundan bərabər məsafədə yerləşən nöqtələr çoxluğu bax burada yerləşir. Burada. Burada yerləşən nöqtənin də düz xəttin tənliyi belədir də. Kx plus B şəklində olur. Mən elə bil ki, AB nöqtəsindən keçən düz xəttin tənliyini yazmalıyam. Bura 1 yazam, burada 1 yazam. Burada elə ki, Y bərabərdir K2x üstə gələk B2. Mən birinci düz xəttin tənliyini tapmalıyam və ondan bərabər məsafədə yerləşən nöqtələr koordinat başlanğıcına nəzərən simmetrik yerləşməlidir. Hardasa o nöqtələr deyə, bax, bu düz xəttin üzərində buralarda yerləşməlidir. Gəlin də bunun nə demək olduğunu izahını verək. Gəl AB nöqtəsindən keçən düz xəttin tənliyini yazaq. 1, 3, bir də B nöqtəsi də belədir da. Mənfi 1, 1 nöqtəsi. Biz bilirik ki, düz xəttin tənliyi Y bərabərdir. Elə bir ki, K2x üstə gələk B2 düz xəttin tənliyini yazmaq istəyirəm. Burada iki nöqtədən keçən düz xəttin tənliyində K2-ni tapsam belədir da. Y2 çıxaq Y1 bölək X2 çıxaq X1 düsturu ilə hesablanır. Bərabərdir. Qiymətlərini qoyuram yerinə. 1 çıxaq 3, mənfi 1 çıxaq 1. Bu da bərabərdir. Mənfi 2, yuxarıda da müsbət 2, mənfi 2. O da müsbət 2 eləmiş olur. Üzr istəyirəm, müsbət 1 olmuş olur. Aha. Mənfi 2-ni mənfi 2-yə bölsək, müsbət 1 olmuş olur. Aha. Biz K2-ni tapdıq. Nöqtəmizə əsasən bizim elə bir ki, düz xəttin tənliyi oldu belə. K2x üstə gələk B-dir. K2 neçədir? 1-dir. 1x-ə vursaq x üstə gələk B2 şəklində oldu. Burada nöqtənin koordinatını yerinə yazsaq, bax buradan. Elə bir ki, y3-dür. 3 bərabərdir. X-in yerinə 1 qoysaq, 1 üstə gələk B2. Buradan da B2-ni tapsaq, B2 ilə bərabərdir. 3 çıxaq 1 bərabərdir. 2 olmuş olur. Demək, mənim bu düz xəttimin tənliyi K2x üstə gələk B2 şəklində, o da bərabərdir. K1-dir, x üstə gələk 2 şəklinə düşdü. İndi mən bilirəm ki, burada elə bil ki, mənim bu ikinci düz xəttim var ya, bax bu düz xətt. Burada bu nöqtəni B nöqtəsində kəsir. B nöqtəsində kəsirsə və burada nəyə diqqət edirəm? Bax, bu bucaq iti bucaqdır. Eyni zamanda bu bucaqda iti bucaq olmalıdır. Bu alfa-da, burada alfa. İti bucaqdırsa, burada da K-lar bərabərdir də. Düz xətlər paralel olanda orada nə olur? K-lar müsbətdir burada. Elə bir K böyükdür 0. Burada elə bir ki, K1 böyükdür 0. Burada da eyni zamanda K2 də böyükdür 0 olur. Digər tərəfdən K1 də K2-yə bərabərdir. Çünki nəyə görə? Düz xətlər paralel olmalıdır. K1 bərabərdir K2. O da bərabərdir 1-dir də. Eyni zamanda diqqət versək burada
Burada elə bir ki, mənim bu düz xəttim burada B nöqtəsi burada müsbət 2-dirsə, burada paralel olduğuna görə burada B nöqtəsi -2 olmalıdır. Yəni mənim buradakı düz xəttim Y bərabərdir. Yəni bu düz xəttim. Hansı düz xətt? K1x üstə gələk B1. Yəni K1x üstə gələk B1 düz xətti hansı şəkildə düşdü? K1'im K2'ye bərabərdir. O da 1'dir. 1'i x-ə vursaq x. B1'im təbii ki, elə bir ki, burada B2, bax burada B2 2-dirsə, burada B1 onun mənfisi olacaq da, -2 şəklində düşmüş olur. Bu da hansı variantdır? Bu da C variantı olmuş olur. Y bərabərdir, 2 çıxaq 2 düz xətti olmuş olur. Növbəti sualımız gəlsin. Üçüncü sualımız belədir. Belə bir üçbucaqdır. A, B, bir də C. Aha. Burada D deyirəm. Bizə deyir ki, uzunluğu 12 cm olan, BD parçası ABC üçbucağın həm tən böləni, həm də mediandır. Median tən böləndirsə, həm də hündürlükdür. Buradan belə başa düşürəm ki, tən bölən median hansı üçbucaqda mümkündür? Bərabər yanlı üçbucaqda. Demək ki, burada bərabər yanlı üçbucaqdır bu. Mənə nə veribdir? Perimetr 30, nəyin perimetrini? Bizə dəqiqə mənə deyir ki, DBC üçbucağın perimetri 35'dir. DBC. Bax bu üçbucağın DBC. Bu üçbucağın perimetri 35'dir. Aha. Bizdən nəyi soruşur? ABC üçbucağın perimetrini soruşur. Bura 12'dir. Təbii ki, bax bura 12'dir. 12 buradır. Bura A deyirəm, bura A deyirəm, burada B deyirəm, burada B deyirəm demiş oluram. PDBC nəyə bərabərdir? DBC bərabərdir. 12 üstə gələk A, üstə gələk B, o da bərabər neçə? 35'dir. Buradan tapıram ki, A plus B bərabər neçə? 35 çıxaq 12, o da bərabərdir. 23 eləmiş olur. Bunu tapdım. Bəs yaxşı, ABC üçbucağın perimetri nəyə bərabərdir? ABC bərabərdir. Burada təbii ki, 2A var. Üstə gələk 2B olmuş olur. O da bərabərdir. 2'ni çıxardıram qarşıya. A plus B olmuş olur. O da bərabərdir. A plus B neçə tapmışıq? 23, 2 vuraq 23. O da bərabərdir. 46 olmuş olur. 46 hansı variantdır? Cavab D variantı 46 olmuş olur. Növbəti sualımız gəlsin. Hansı sualdır? Dördüncü sualımız. İ'nin kubu üstə gələk i'nin üstü 4, üstə gələk i'nin üstü 5, üstə gələk i'nin üstü 6'nı deyir hesablayın. I xəyali ədəddir təbii ki. Burada i'nin kubunu nə yazıram? i'nin kvadratı vuraq i kimi yazıram. Üstə gələk i'nin üstü 4'ü də i kvadratı vuraq i kvadratı kimi yaza bilərəm. Üstə gələk i'nin üstü 4'ü, i'nin üstü 5'i i üstü 4 vuraq i kimi yazıram. Üstə gələk i'nin üstü 6'nı da i üstü 4 vuraq i'nin kvadratı kimi yazmış ola bilərəm. Buradan i'nin kvadratı -1'dir. -1'i i'yə vursaq -i. i'nin kvadratı -1, -1'i -1'ə vursam müsbət 1, üstə gələk 1. Üstə gələk 1. i'nin üstü 4 neçə elədi? 1 elədi. 1'i də i'yə vursaq i eləmiş olur. i üstü 4 1 elədi. 1'i də i kvadratına vurmuş olsaq i kvadratı da -1'dir. Çıxaq 1. Bu bərabərdir. i'dən i'ni çıxanda 0, 1'dən də 1'i çıxanda 0. Cavab burada C variantı 0 olmuş oldu. Növbəti sualımız 5-ci sualdır. 5-ci sual belədir. Paralleqramın tərəfləri 14, 7'dir. Bu paralleqram hündürlüklərindən biri o birindən 5 cm böyük olarsa sahəni tapın deyə bir sualdır. Bunu necə edirik, hörmətli uşaqlar? Baxın, bir dənə paralleqram çəkirəm. A, B, C, D. Kiçik tərəf olsun burada 7, böyük tərəf olsun 14. 14 olsun. Aha. Deyir ki, hündürlüklərindən biri o birindən 5 cm böyük olarsa, təbii ki, mən bilirəm ki, paralleqramda hündürlüyün biri olsun H kiçik, X olsun, H böyük də olsun X üstə gələk 5. Aha. Mən bilirəm ki, paralleqramın belə bir xassəsi var ki, həmişə böyük tərəfə
böyük tərəfə kiçik hündürlük çəkilir. Bura 7-dir. Kiçik tərəfə böyük hündürlük çəkilmiş olur. Bunu bilirəm. Və paralleqramın sahəsi nəyə bərabərdir? Onların hasilinə bərabərdir. Tərəflə tərəfə çəkilmiş hündürlük hasilinə bərabərdir. Elə bil ki, 14-ü vuracam h kiçiyə bərabərdir. 7-ni də vuracam h böyüyə. Gəl buradan tapaq. 14 vuraq h kiçik x-dir, bərabərdir. 7 vuraq h böyük də x plus 5-dir. Buradan həll eləsək 14x bərabərdir 7x üstə gələk 35. 14x çıxaq 7x bərabərdir 35. 7x bərabərdir 35. X bərabərdir 5 olmuş olur. X-i 5 tapdım, bəli. Gətirib buradan mən sahəni tapa bilərəm. Demək ki, h kiçik bərabərdir x, o da bərabərdir 5. S paralleqram SABCD bərabərdir. Tərəf hansıdır burada? İndi h kiçik hansı tərəfə çəkilibdir? Böyük tərəfə. Elə bil ki, AD vuraq h kiçik. O da bərabərdir. AD 14-dür. 14 vuraq h kiçik də 5-dir. Bu da eləyir 70. Aha, cavab 70 olmuş olur. Hansı variantdır? Cavab B variantı 70. Növbəti sualımız gəlsin. 6-cı sualımız belədir. Y bərabərdir. Burada x-in kvadratı y bərabərdir 0. X bərabərdir 3. Xətlərlə məhdudlanmış sahəni hesablayın deyə bir sualdır. Mən bilirəm ki, bu inteqraldır təbii ki. Burada x kvadrat funksiyası necə özünü aparır? Bu cür qrafik belə olur da. Y bərabər 0 xətti də budur. 0 xətti də budur. Bizdən nəyi soruşur? X bərabər 3 düz xətti ilə hüdudlanmış. 3 düz xətti hansıdır? X 3 düz xətti də bax buradır, elə bil, bax bura. Bizdən. Bax bu sahəni soruşur. Aha. Bura 3'dür. Bura 3'dür. Burada təbii ki 0'dır. Aha. İndi burada nə olacaqdır? Burada belə olur da. Elə bir ki S bərabərdir. İntegral 0'dan 3'ə. Hansı funksiyadır? X kvadratı çıxaq 0. Dx funksiyasıdır da. Bu bərabərdir. İntegral 0'dan 3'ə. X'in kvadratı dx o da bərabərdir. Nəyə bərabərdir? Elə bir ki, bunun ibtidai funksiyası x'in kubu bölək 3 olur. Sərhədlər də 0'dan 3'ə. Bu bərabərdir. Bir dəfə x'in yerinə 3 qoyursan, elə bir olur belə. 3'ün kubu bölək 3. Çıxaq. 0'ın kubu bölək 3. O da bərabərdir. 3'ün kubu təbii ki 27, 3'ə də bölsək 9, 9'dan da 0 çıxsaq 9 eləmiş olur. Cavab hansı variantdır? Cavab C variantı 9 olmuş olur. Düzmü hesabladıq? Hesablama səhvimiz olmadı ki, x'in kubu bölək 3'dür. İbtidai funksiyası, bəli. Burada x'in yerinə bir dəfə 3 qoyduq. 3'ün kubu bölək 3, bir dəfə də 0 qoyduq. Çıxaq 0'ın kubu bölək 3. 0 elədi. 9 çıxaq 0, o da 9 eləmiş oldu. Cavab C variantı, bəli. Növbəti sualımız 7-ci sualdır. 7-ci sualımız belədir. Satıcı satmaq istədiyi köynəklərinin birini 25 manatdan satarsa 200 manat gəlir. 15 manatdan satarsa 200 manat ziyan edər. Satıcının satmaq istədiyi köynəklərin sayını tapın. Bax, tutaq ki, köynək yazıram. Köynək. Neçədə nədir? X sayda köynəyim var. İndi köynəyin də mayası, bax, köynəyin mayası yazıram. Maya dəyəri. Tutaq ki, Y-dir. Hörmətli şagirdlər.
Gəlin burada tənlik quraq. Deyir satıcı satmaq istədiyi köynəklərdən birini 25 manatdan satarsa 200 manat gəlir. Elə bil ki, X sayda köynəyi var. Birini 25 manatdan satsa 25x manat satar və 200 manat gəlir əldə edir. 200 manat gəlir nədir? Elə bil ki, bunun maya dəyəri var idi. Bunun da üzərinə neçə gəlirlər? 200 manat gəlir. Yəni birin 25 manatdan satanda X sayda köynəyi var. 25'ə vurursan 25x olur. Deyir 200 manat gəlir əldə edir. Elə bir Y manat bunun köynəyin dəyəri idi. 200 manat gəlir əldə elədisə Y üstə gələk 200 olmuş oldu. Sonra deyir ki, əgər 15 manatdan satarsa, yəni biri X sayda köynək var. Birinin 15 manatdan satanda 15x eləmiş olur. Bərabərdir. Deyir nə qədər ziyan eləyər? 200 manat zərər eləyər də. Yəni tutaq ki, maya dəyəri Y idi. Ondan da 200 manat ziyan eləyəndə çıxırıq 200 manatdır. İndi burada mən nə edirəm? Alt-alta toplasam bunu. Burada olur 40x bərabərdir 2y. Burada sıfıra getdi bunlar. Y də bərabərdir 22x olmuş olur. Gətirib burada y-in qiymətin yerinə qoyuram. 25x bərabərdir 22x üstə gələk 200. Buradan 25x çıxaq 22x bərabərdir 200. Buradan 5x bərabərdir 200. X də bərabərdir 40 olmuş olur. Təbii ki, burada məndən nəyi soruşurdu? Köynəklərin sayını soruşurdu. Sayı da x ilə işarə eləmişdi. X-i də 40 tapdıq. Cavab D variantı 40 olmuş olur. Növbəti sualımız bir dəqiqə 8-ci sualdır. Bu 7-ci sual idi da. Aha. 7-ci sual idi, bəli. 8-ci sualımız gəlsin. 8-ci sualımız belədir. Çox sadə sualların əksəriyyətin. 1,5 üstə gələk. Kök altında 1,44 ifadəsinin qiymətini hesablayın deyə bir sualdır. Bu bərabər kökün altında 1,5 üstə gələk. 1,44-dən 1,2 çıxır. 1,2. Aha. Bu bərabərdir. Bu eləyir kök altda 2,25. 2,25. O da bərabərdir 1,5 olmuş olur. Cavab C variantı 1,5 olmuş olur. Növbəti sualımız 9-cu sualdır. 9-cu sualımız belədir. Fx bərabərdir. Fx bərabərdir 5'in üstü x. 5'in üstü. Burada indi biz nə edirik? Bizdən nəyi soruşur? Fx bərabər 5'in üstü x. F ştirik 2'ni bizdən soruşur. Sadə sualdır. Mən bilirəm ki, f ştirik x nəyə bərabərdir? Elə bir ki, fx bərabərdir. Tutaq ki, a üstü x-dirsə, f ştirik x nəyə bərabərdir? A üstü x qalır, bir də vuraq eləyən a olmuş olur. İndi burada belə olacaqdır. 5'in üstü x qalır, vuraq eləyən 5 olmuş olur. Qiymətin yerinə qoya bilərik. Qiymətin yerinə qoysaq bizdən nəyi soruşur? F ştirik 2'ni soruşur da. 5'in üstü 2 vuraq eləyən 5. O da bərabərdir 25 eləyən 5 olmuş olur. 25 eləyən 5 cavab B variantı. B variantı 25 eləyən 5 olmuş olur. Növbəti sualımız 10-cu sualdır. 10-cu sualımız belədir. Sinus 2x üstə gələk pi bölək 4 bərabərdir kosinus x. Bizə deyir ki 0 dərəcə bir də 180 dərəcə aralığında intervalda həllər cəmini tapın deyə bir sualdır. Mən bunu nə edirəm? Mən bunu belə yazıram. Kosinus x bərabərdir yazıram. Yerlərini dəyişək. Sinus 2x plus pi bölək 4 yaza bilirəm. Digər tərəfdən mən sağdakini əlaqələndirirəm. Hörmətli izləyicilər, baxın, belə bir düsturumuz var. Elə bir ki, kosinus alfa bərabərdir kosinus betadırsa.
Buradan alfa minus beta bir dəfə 2 pi k götürürsən. Bir dəfə də alfa plus beta'ya da yenə də 2 pi k kimi baxırsan. Bax bu düsturdur elə bir ki, bunu bir tərəfdən yazaq qalsın yaddaşımızda. Yaxşı olmadı bu. 2 dəqiqə. Aha. Bunu gəl buradan bunu götürək qoyaq bura. Götürək qoyaq hardasa deyib bura. Balacaladaq bunu. Aha. Qalsın bir qıraqda. Aha, indi biz bundan istifadə edəcəyik, bəli. Burada mən kosinus x bərabərdir. Mən bunu belə yazıram. Sinus deməyək buna. Buna kosinus deyək. Kosinus. Mən pi bölək 2-dən alfa bütövlükdə elə bir ki, budur da. Alfanı çıxsam, yenə də sinusa çevrilir da bu. Sinus 2x plus pi bölək 4 qalmış olur. Çıxsam elə bir ki, 2x üstə gələk pi bölək 4. Buradan da kosinus x bərabərdir. Kosinus pi bölək 2 çıxaq 2x çıxaq pi bölək 4 olmuş olur. Bu da bərabərdir kosinus. Pi bölək 2-dən pi bölək 4'ü çıxsa pi bölək 4 qalır da. Pi bölək 4 qalır, bəli. Pi bölək 4 çıxaq 2x olmuş olur. Aha. İndi elə bir ki, bu x'imiz bu alfadır. Bu da bütövlükdə betadır. Bir dəfə mən alfadan betadan çıxıb 2 pi k-ya bərabərləyəcəm. Yəni birinci olaraq x-dən çıxacağım pi bölək 4 çıxaq 2x bərabərdir 2 pi k olmalıdır. Bir dəfə də elə bir ikinci də belə yazıram da x-lə də alfa ilə də betadan toplayıram da elə bil x-lə də toplayıram. Pi bölək 4 çıxaq 2x o da bərabərdir yenə 2 pi k. Aha. 2 pi k qaldı yerində. Buradan elə bir ki 2 çıxaq pi bölək 4 üstə gələk 2x bərabərdir 2 pi k. Buradan mən 3x bərabərdir pi bölək 4 keçir sağa pi bölək 4 üstə gələk 2 pi k qalır. Buradan x'i tapsam pi bölək 12 üstə gələk 2 pi k bölünsün 3 olmuş olur. Bunu da mən belə yaza bilərəmmi? Bu bərabərdir. Pi 180-dır. 12'yə bölsək 15 dərəcə üstə gələk. Buradan da mən 180-ı 3'ə bölsəm 62'yə vursam 120 dərəcə k olmuş olur. İndi burada k'ya elə qiymətlər verməliyik ki, oradakı x'in qiymətləri 0 ilə 180 dərəcə aralığına düşməlidir. İndi mən burada k'ya mənfi qiymət versəm, təbii ki, mənfi ədəd alınacaq. Mənfi ədəd bu aralığa düşmür. K'ya 0 versəm, elə bil, k bərabərdir 0 olsa, burada x bərabərdir 15 dərəcə olur və 15 dərəcədə daxildir. 0 dərəcə ilə 180 dərəcə aralığına daxildir. Bu birinci elə bil. Sonra ikinci, mən k'ya bir qiymət versəm, k 1 olsa, elə bil ki, x bərabərdir 15 dərəcə üstə gələk 120'ni də 1'ə vursaq 120 dərəcə eləyir. O da 135 dərəcə eləmiş olur. Mən k'ya 2 qiymət versəm, 120'ni 2'yə vursaq 240 eləyir. Üstünə də 15 gələn demək ki, o 0-180 aralığına düşmür. Amma bu 0-180 aralığına düşür. Demək bir kökün belə tapdıq. Gəl bu biri tənliyi həll eləyək. Bu biri tənlikdə görək nə edirik. Burada elə bir ki, nə edirik biz? Mənfi x üstə gələk pi bölək 4 bərabərdir 2 pi k. Buradan x'i bu tərəfə geçsəm müsbət x pi bölək 4 çıxaq 2 pi k olur. 2 pi k. Bunu da biz dərəcə ilə yazsaq x bərabər 45 dərəcə çıxaq 360 dərəcə k olmuş olur. Burada təbii ki, k'ya mənfi 1 versək belə 360 müsbət olur. 45 ilə toplasaq o 0-180 dərəcə aralığına düşmür.
K-ya 0 versək düşür. Elə bil ki, K bərabərdir burada birinci. K bərabər 0 olsa, X bərabərdir 45 dərəcə çıxaq 360 vuraq 0. O da bərabər 45 dərəcə olmuş olur. K-ya bir qiyməti versək, yenə də mənfi edir. O da 0-180 aralığına düşmür. Amma bu 0-180 aralığına düşür. Bu 45 dərəcə daxildir, 0-180 dərəcə aralığına düşür. Demək, mənim hansı köklərim oldu burada? X birim 15 dərəcədir. Bir bucağım 15 dərəcə. Üstə gələk. Digər bucağım 45 dərəcədir. 45 dərəcə. Digər bucağım 135 dərəcədir. Bunların cəmini soruşur məndən. Cəmi 15, 45. 15, 45. 160, 60, 135 də bu, 195. 195 dərəcə olmuş olur. 195 dərəcə hansıdır? Təbii ki, D variantı olmuş olur. Növbəti sualımız 11-ci sualdır. 11-ci sualımız belədir. Aşağıdakılardan hansının simmetriya oxu yoxdur deyə bir sualdır. Burada təbii ki, hansı ola bilər? Düzbucaqlı trapesiyanın simmetriya oxu yoxdur. Çünki düzbucaqlı trapesiya belədir. Burada mən belə bir ox çəksəm, burada simmetriya oxu olmur. Və yaxud da belə çəksəm, simmetriya oxu olmur. Hansıdır burada cavab? Doğru cavab. Cavab C variantı. 12-ci sualımıza keçək. 12-ci sualımız nə deyir? Aşağıdakılardan neçəsi doğrudur? Doğruları bizdən istəyir. Burada nəyə diqqət edirik biz? 2 sadə ədədin hasili sadə ədəd ola bilməz. Görək bu doğrudurmu? 2 sadə ədəd götürək. Biri 2 olsun. Təbii ki, biri də 3 olsun. Bərabərdir 6. Bəli, hasil sadə ədəd ola bilməz. Çünki niyə görə? Mən bu 6-nı götürsəm, 6 həm 2-yə bölünür, 6 həm 3-ə bölünür, 6 həm özünə bölünür, 6 həm 1-ə bölünür. Baxdım ki, bölən sayı 2-dən çox oldu. Demək ki, sadə ədəd ola bilməz də. Bu doğru fikirdir. Demək, birinci doğrudur. Sonra İkinciyə baxaq, ikinci fikrə. İkinci fikir deyir ki, 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. Niyə ola bilmir ki? Yəni, burada ola bilməz o deməkdir ki, yəni bu fikir bütün 2 sadə ədədin cəminə aiddir. Baxaq görək, elə bir fikri təksib eləyə bilirikmi? Məsələn, 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. 2 üstə gələk 3 bərabərdir 5. Aha, burada sadə ədəd oldu. Bizə deyir ki, ola bilməz. Demək, bu fikir yanlış fikirdir. Bu mənə lazım deyil, doğruları istəyir. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Məsəl üçün deyirəm, 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Məsələn, bu fikrə də, məsələn, 4 üstə gələk 9 bərabərdir 13. Hə, nə oldu? 2 dənə mürəkkəb ədədin, 4 də mürəkkəbdir, 9 da mürəkkəb ədəddir. Cəmi sadə ədəd ola bilməz. Axı, sadə ədəd oldu, 13 sadədir. Demək ki, bu da yanlış fikirdir. Sadə ədədin bölənlərinin sayı 2-dən azdır. Sadə ədədin bölənlərinin sayı 2-dən az deyil. Sadə ədədin bölənləri sayı 2-dir. Məsələn, 2. 2-nin bölənləri hansıdır? 1-dir, bir də özüdür. Yəni, 1-ə və özünə bölünən deyiriksə, onun 2 dənə sadə böləni var. Bu fikir də yanlışdır. Bu da mənə lazım deyil. 2 mürəkkəb ədədin hasili sadə ədəd ola bilməz. 2 mürəkkəb ədədin hasili sadə ədəd ola bilməz. Bəli, 2 mürəkkəb ədədin hasili. Bu fikir də doğru fikirdir. Niyə görə? Bax, məsələn, 2 mürəkkəb ədəd götür, 4 götür, o birisini də götür, nə bilim, 7, 8 götür, bərabərdir 32 və yaxud da 12 götür, vuraq, deyək ki, 4 götür, 48. Düz deyir də, sadə ədəd ola bilməz. Bunlar sadə ədədlər deyil. Burada neçə fikir doğrudur? 2 fikir doğrudur. Birinci, bir də sonuncu. Cavab B variantı ikisi. Növbəti sualımız 13-cü sualdır. 13-cü sualımız belədir. A kvadrat çıxaq B kvadrat çıxaq 2A üstə gələk 1-in vuruqlarından biri aşağıdakılardan hansıdır deyə bir sualdır. Mən bunu bir qruplaşdırıram. Elə bir ki, A kvadrat çıxaq 2A üstə gələk 1. Bunu bir qruplaşdırıram. Çıxaq B kvadrat yazıram. Burada belə olur. A minus 1-in mötərizə kvadratıdır bu. Çıxaq B-nin kvadratı. Bu da bərabərdir. Bir dəfə A
minus B minus 1 yazıram. Bir dəfə də A plus B minus 1 yazmış oluram. İndi vuruklarından biri hansıdır deyə bir sualdır. A minus B minus 1. Bir vurğun budur. Demək ki, hansı variantdır bu? E variantı, cavab E variantı olmuş olur. 14-cü sualımıza baxaq. 14-cü sualımız belədir. Bir dənə belə yarım dairə veriblər. Bir dənə onun daxilində yarım dairə veriblər. Bura O nöqtəsidir təbii ki. Buranı da rəngləyiblər belə. Rəngləyiblər. Buradan bura məsafə olaraq 6'dır. 6'dır. Buradan bura məsafə olaraq buradan bura 2'dir. Elə bil 2'dirsə burada 2'dir. 2'dirsə töyü 6'dırsa buradan burada 4'dür. Aha. Demək ki, mənim böyük çevrəmin radiusu böyük R neçədir? 6 santimetrdir. Kiçik çevrəmin radiusu buradan buradır. Bax, buradan bura. O da 4 santimetrdir. Məndən nəyi soruşur? Halqanın sahəsini soruşur. S halqa yazıram. Bərabərdir. Böyük çevrənin böyük yarım çevrədən gedir də söhbət. Böyük yarım çevrənin sahəsindən çıxaram nəyi? Təbii ki, qalan halqanın sahəsini çıxaram. Kiçik yarım çevrənin sahəsini. Pi R kvadrat bölək 2. O da bərabərdir 2-də. Pi vuraq. R'in kvadratı neçədir? 6'nın kvadratı çıxaq. Pi vuraq 4'ün kvadratı. Bu bərabərdir 2-də 36 pi çıxaq 16 pi. 36'dan 16 çıxsaq 20, yarısı da 10 pi eləmiş olur. 10 pi hansı variantdır? Cavab E variantı 10 pi olmuş olur. Növbəti sualımız 15-ci sualdır. 15-ci sualımız belədir. Y bərabərdir. Mənfi 3x çıxaq 5. Y bərabərdir. Kx üstə gələk B. Funksiyasının qrafiklərinin koordinat başlanğıcına nəzərən simmetrik olarsa K plus B B'ni tapın. Koordinat başlanğıcına nəzərən simmetrik olarsa. İndi hörmətli izləyicilər, bax burada necə eləyə bilərik? Bayaq buna aid bir təxmini bir sual elədik. Bax təsəvvür edin ki, bax bunun grafikini qurmaq istəyirəm mən. Bunun grafikini quraq gəlir. X, bura Y deyirəm. Bunun grafiki belədir, tutaq ki. Yox, üzr istəyirəm, burada K mənfidir. 2 dəqiqə. Aha. Bunun qrafiki bax təxminən belə olacaqdır. Niyə görə? Bu Y bərabərdir. Mənfi 3x çıxaq 5 funksiyasının grafikidir. Bax elə bir ki, burada bir dəfə x-i saxlayıb y-ə 0 deyirsən, bir dəfə də x-ə 0 deyib y-i saxlayırsan. Görək necə olur burada. Burada elə bir x yerində qalanda y 0 olunur. 0 bərabərdir. Mənfi 3x çıxaq 5. 3x bərabərdir. Mənfi 5. X də bərabərdir. Mənfi 5 bölək 3 şəklinə düşür. Demək ki, bu nöqtə mənfi 5 bölək 3 şəklinə düşür. Digər tərəfdən də buna uyğun həll eləsək, x-ə 0 desək, y-i tapsaq, y bərabərdir. Mənfi 3 vuraq 0 çıxaq 5. O da bərabərdir. Mənfi 5 olmuş olur. Demək, bu nöqtə də hansıdır? Mənfi 5'dir. İndi əgər koordinat başlanğıcına nəzərən simmetrik olması üçün mənim düz xəttim bax belə olmalıdır. Ya bunu başqa bir rənglə eləyək. Tutaq ki, bax belə olmalıdır. Budur düz xəttim. Bu düz xəttdə necə olmalıdır? Təbii ki, bura biz bayaq dedik ki, bura B nöqtəsidir. Bura 5'dirsə, bura müsbət 5 olmuş olur. Müsbət 5. Demək, burada bu hansıdır? Y bərabər Kx üstə gələk B düz xəttidir də. B burada 5'dir. Eyni zamanda düz xətlər paraleldirsə, onların K'ları da bərabərdir. Paralel düz xətlərdə K1 bərabərdir K2 şərti ödənir. Bunun K1-i elə bil mənfi 3'dürsə, burada bu K nə olacaqdır? Bu
Bu bərabərdir ilə K-dır da. K burada mənfi 3-dür. Çünki niyə görə? Düz xətlər paraleldirsə onun bucaq əmsalları bərabərdir. Demək, mən K-nı mənfi 3 tapdım, B-ni də 5 tapdım. K bərabərdir mənfi 3, B də bərabərdir müsbət 5. Bizdən bunların cəmini soruşur. Mənfi 3 üstə gələk 5, o da bərabərdir müsbət 2. Cavab D variantı olmuş olur. 16-cı sualımız belədir. 16-cı sualımız görək necədir. Aha. 16-cı sualımız davam eləyək. Limit x yaxınlaşır 0-a. Sinus x bölək 2x. Təbii ki, bu bərabərdir birbaşa, 1 bölək 2-yə bərabərdir. Çünki bunun əmsalı 1-dir. Bu əmsalların nisbəti götürülür. 1 bölək 2-yə bərabərdir. Cavab B variantı 2-də 1 olmuş olur. 17-ci sualımız da asan sualdır. Bizə deyir ki, bu ədədlərin medianını tap. Ədədləri kiçikdən böyüyə düzək. 0, 2, 3, sonra 5, 5, 11, bir də 12. 2, 4, 6, 2, 4, 6. Medianın tapanda nə edirdik? Medianın tapanda ortadakını tapmalıyıq. Əgər tək sayda olursa, ortadakı ədədi götürürdük medianı tapanda. Cüt sayda olanda toplayıb 2-yə bölürük. Baxıram ki, burada cüt saydadır ədəd sayı. Demək, bunların cəmləyib 2-yə bölürəm. 3 üstə gələk 5, bölək 2, o da 4 eləmiş olur. Cavab burada 4-dür. O da hansı variantdır? B variantı olmuş olur. 17 getdi. 18-ə baxaq. 18-ci sualımız belədir. Bizə deyir ki, 18. Aha. Bir riyaziyyat sualını Kənan həll etməsi ehtimalı Kənan. P Kənan yazıram. Bərabər neçə? 6-da 5. Elmarın həll etməsi P Elmar. P Elmar. Elmarın həll etməsi neçədir? 4-də 3 olmuş olur. Bu sualı Kənan və ya Elmarın hər hansı birinin həll etmə ehtimalını tapın. Baxın, burada dəyərli izləyicilər, elə bir ki, sualı Kənanda həll eləyə bilər. Sualı Elmarda həll eləyə bilər. Mənim üçün, yəni, istəyirəm ki, Kənan və ya Elmar həll eləsin sualı. Sualı Kənan da həll eləyə bilər. Həll eləsə mənim üçün xoşdur. Elmarın da həll eləməsi üçün eləsə mənim üçün xoş olur. Eyni zamanda ola bilər ki, sualı hər ikisi həll eləyə bilər. Yəni, burada uyuşan hadisə olduğu üçün ehtimallar toplanılır və çıxılır ehtimalların hasili. Yəni, burada P Kənan birləşmə Elmar bərabərdir. Ehtimallar toplanılır. 6-da 5, üstə gələk 4-də 3 çıxılır. 6-da 5 ilə 4-də 3-ün hasili. Bu bərabərdir. Burada hər ikisinə ortaq məxrəc 12-dir. 12-də burada 10, üstə gələk 3, 9. Çıxaq. Bunlar ixtisar getdi. Burada 2 qaldı. 8-də 5 qaldı da burada. Bu da bərabərdir. Elə bir ki, burada 12-də 19 oldu. 19 çıxaq. 8-də 5. Bu da bərabərdir. Hər ikisinə ortaq məxrəc 24-dür. 24-də 38 çıxaq. 24 olması üçün 3-ə vursaq 15. Bu da bərabərdir. 24-də 38-dən 15-in çıxsaq 23 eləyir də. 23. 24-də 23 olmuş olur. Cavab hansı variantdır? Cavab A variantı olmuş olur. Növbəti sualımız 19-cu sualdır. 19-cu sualımız belədir. Bizə deyir ki, 24 kvadrat divarı 12 saata boyurlar. 24 kvadrat metri də 12 saata boyurlar. 12 saat. 18 saata neçə kvadrat divar boyanar? X. Mən bilirəm ki, işçi 18 saata, mən bilirəm ki, mənim elə bir kvadrat metrim artdıqca ona sərf olunan zamanda artır. Yəni, burada
kvadrat metrlə zaman düz mütənasibdir. Düz mütənasibdə çarpaz vurulur. 12x bərabərdir 24 vuraq 18. Burada 12 ilə 24 ixtisar gedir. X bərabərdir 2 vuraq 18. O da 36 eləmiş olur. Cavab D variantı 36. 20-ci sualımız gəlsin. 20-ci sualımız belədir. Aha, bizə deyir ki, x, y, z birdən fərqli natural ədədlərdir. Natural ədədlər. X-in üstü y, lg, x-dir. Bərabərdir z. Olarsa y aşağıdakilərdən hansına bərabərdir deyə bir sualdır. Birdən fərqli natural ədədlərdir təbii ki. İndi biz burada nə edirik? Görək bunu necə eləyə bilərik? Məsələn, mən buradan LG x bölək y tapsam, bərabərdir nəyə? Loqaritma x əsasdan z olmuş olur. X əsasdan z olmuş olur. Aha. Burada məndən nəyi soruşur? Burada y aşağıdakilərdən hansına bərabərdir? Y. Buradan mən y tapsam, y nəyə bərabərdir? Y bərabərdir. Elə bil, yuxarıda loqaritma 10 əsasdan x var. 10 əsasdan x var. Bölünər nəyə? Loqaritma x əsasdan z-ə. Biz bunu necə yaza bilərik? Z əsasdan x olur. Bu şəklə düşür. Bunu da necə yaza bilərik? Əsaslar LG-Z kimi yaza bilərikmi? Y bu ifadəyə bərabərdir. Y bərabərdir. LG x bölək LG bərabər Z olarsa, LG x bölünsün Y. Burada nə yazıblar? LG Z'dir bu. Burada tam olaraq oxunmur. Burada yəqin ki LG Z olar da burada. LG Z ise burada, yoxsa X-dir mi? Burada yuxarıda tam olaraq oxunmur. Z-dir mi, yoxsa LG Z-dir mi, yoxsa LG X-dir mi? Tam olaraq oxunmur. Ona görə burada bu sualı qoyuram qalsın. Tam olaraq görsənmir. X-dir mi, Z-dir mi? Z olsa bu Z ola bilər. Z olsa necə olur? Bunu elə bir ki belə yaza bilərik. Bircə dəqiqə. Bu bərabərdir. Tutaq ki, loqaritma 10 əsasdan. Bura Z olsaydı, vuraq 1 bölünsün loqaritma x əsasdan Z. Bu da bərabərdir. Yəqin ki burada Z-dir, burada x deyil. Yəqin ki Z-dir. Burada yəqin ki burada Z-dir. Bunların hamısını Z eləyək. Z-dir. Burada da Z-dir. Burada LG loqaritma 10 əsasdan Z vurulsun 1 bölünsün loqaritma x əsasdan Z. O da bərabərdir. Loqaritma 10 əsasdan Z vurulsun loqaritma Z əsasdan x olmuş olur. Burada elə bir Z-lər ixtisar gedir. Loqaritma 10 əsasdan x qalır. O da LG x deməkdir. LG x. Cavab C variantı. Belə olmalıdır. Bəli. Cavab C variantı. LG x olmuş olur. Növbəti sualımız 21-ci sualımızdır. Əlaçı şagirdlər sinifin 80%-ni təşkil edir. Əlaçı 80%. Digər. Əlaçı olmayana digər yazıram. Digər. 20% təşkil edir. Digər şagirdlərin sayı 4 olarsa, yəni 20% 4 olarsa, əlaçı şagirdlərin sayını tapın. İndi gəl görək, sinifdə neçə dənə şagird var? Sinifin 20%-i digər şagirdlərdir. Digər şagirdlər. Yəni əlaçı olmayan əlaçı şagirdlər 80%-dir.
Əlaçı olmayan 20%-dir. Ədəd məndə neçədir? 4-dür. 20%-i 4 olan ədədi tapıram. 4-ü bölürəm %20-yə, o da bərabərdir. 4 vuraq 20-də 100, o da bərabərdir. Burada bunlar ixtisar gedir. 5 qalır. 5 dəfə 4-üm 20 olmuş olur. İndi üzr istəyirəm. Boğazımda biraz problem yarandı. Quruma var. Ona görə davam eləyək. Burada 100-ü 20-yə bölsək 5, 5 dəfə 4-üm 20. Demək mənim sinifimdə neçə dənə şagird var? Sinifimdə 20 şagird var. Əlaçı şagirdlərin sayını istəyir. Bunun 4-ü, 20-nin 4-ü əlaçı olmayandır. 16-sı əlaçıdır. Cavab A variantı 16. 22-ci sualımız belədir. Aşağıdakı ədədlərdən hansı ən böyükdür? Təbii ki, digər variantları yoxlasaq, ən böyüyü A variantıdır. Çünki niyə görə? Mənfi 2-nin üstü 4 bərabərdir müsbət 16. B variantında mənfi 2-nin üstü 5 bu bərabərdir. Mənfi 32 eləyir. Çünki qabaqda mənfi var. 2-nin kubu B budur, C də budur. 2-nin kubu 8 elədi. D də mənfi 2-nin üstü 7, mənfi 128 elədi. 2-nin üstü E variantda belədir. 2-nin üstü mənfi 7 bərabər 1 bölək 128 eləyir. Bunların için ən böyük hansıdır? A variantı olmuş olur. Cavab A variantı. 23-cü sualımız belədir. 23. Bizə deyir ki, 3 qırmızı 4 ağ kürəciyi yan-yana neçə fərqli üsulla düzmək olar? 3 qırmızı 4 ağ. Elə bir ki, qırmızı, 4 dənə də ağ var. Ağ, bir də ağ. Aha. Yan-yana neçə fərqli üsulla düzmək olar? Burada neçə dənə kürə var? 7 dənə. 7 faktorial yuxarıda. Təkrar burada 3 dənə qırmızı var. 3 faktorial aşağıda məxrəsdə. Vurulsun 4 faktorial yenə də məxrəsdə olmuş olur. Çünki niyə görə? Təkrarların neçə dənə ədəd və yaxud da hərf varsa, o sayda faktorial kəsrin sürətində yazılır. Məxrəsdə də təkrarlar varsa, o təkrarların faktorialı da məxrəsdə yazılır. Bu bərabərdir. 7 faktorialı yazıram, 4 faktorial, vuraq 5, vuraq 6, vuraq 7. 4 faktorialı qabağa yazıram, 3 faktorial da 6 eləmiş olur. Bunlar ixtisar getdi, bunlar ixtisar getdi. 5 dəfə 7, 35 olmuş olur. Cavab 35'dir burada. Aha, 23-cü sualımız da getdi. Gələk 24-cü sualımıza baxaq. 24-cü sualımız belədir. Bir dənə kub çəkək. Maraqlı sualdır bu 24-cü sual. Aha. Bizə deyir ki, bir təpədən çıxan diagonalların arasındakı bucaq neçə dərəcədir? Bir təpədən çıxan yan üzünün diagonalları. Bir təpə götürək bunu. Yan üzünün diagonalları deyirsə, yan üzünün diagonalı budur. Budur. Digər yan üzünün diagonalı budur. Aha. Bunlar arasındakı, bax bu bucağı soruşur məndən. Bu bucağı. Bura alfa. İndi mən buranı da birləşdirirəm. Buranı da birləşdirirəm. Hörmətli uşaqlar, hörmətli izləyicilər. Tərəfə A, kubdan gedir də söhbət. Bütün tilləri bərabərdir. A dedik biz tərəflərə. Təbii ki, bu kubun bir üzü kvadratdır. Burada elə bir ki, A-A'dırsa bu diagonal A kökatlı 2 olmuş olur. Eyni zamanda burada da bu kvadratdır. Düzbucaqlı üstbucaqda bərabər yanı düzbucaqlı üstbucaq yaranıbdır burada. Burada da bu hipotenuz olur. A kökatlı 2 olmuş olur. Bərabər yanı düzbucaqlı üstbucaqda hipotenuz katetin kökatlı 2 mislinə bərabərdir. Aşağıda da yenə A-A'dırsa bu düzbucaqlı üstbucaq var burada. Bunun da hipotenuzu A kökatlı 2 olmuş olur. Bir dənə üstbucaq yarandı. Hansı üstbucaq? Belə bir üstbucaq yarandı. A kökatlı 2, A kökatlı 2,
A kökadlı 2. Baxıb görürəm ki, bu bərabər tərəfli üçbucaqdır. Demək, bərabər tərəfli üçbucağın bucağı neçə dərəcədir? Bu 60 dərəcədir də. Alfa bərabərdir nəyə? 60 dərəcə olmuş olur. 25-ci sualımız belədir. Eyler-Venn diaqramında Eyler-Venn diaqramını çəkək. Burada 5, 8 var. 1, 2, 3, 4 var tutaq ki. 1, 2, 3, 4. Burada da 6, 7, 9 var da tutaq ki. Aha. Mənə deyir ki, A birləşir B. Elə bir ki, A birləşir B hamısıdır. A birləşir B. Çıxaq. A kəsişir B. Neçə elementlərin sayını tapın. Element sayını soruşur. Bax, birləşmə buradır. Birləşmə hamısıdır. Hamısıdır. Məndən nəyi soruşur? Bu birləşmədən nəyi çıxıram mən? Kəsişməni çıxıram. Elə bir kəsişməni buradakı ədədləri çıxdım mən. Yoxa çıxartdım. Yerdə neçə ədəd qaldı? Qaldı bu. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7-dən. Cavab burada neçədir? Cavab 7 olmuş olur. Sonra 26-cı sualımız belədir. Deyir 8 çıxa x kiçikdir 11 çıxa 2x. Buradan x-ləri bir tərəfə yığıram. 2x çıxa x ədədlərdə bir tərəfə yığıram. Elə bir ki, x kiçik oldu neçədən? 3-dən. Bərabərsizliyi ödəyən ən böyük tam ədədi seçin. X bərabərdir 2 və salam. Cavab burada 2-dir. 27. 27-ci sual belədir. İlk n həddin cəmi Sn olan An ədədi silsiləsi üçün uyğunluğu müəyyən eləyin. İlk n həddin cəmi Sn-dir. Təbii ki, bizə nəyi soruşur? Uyğunluğu müəyyən eləyin deyə bir sualdır. Burada A2 də var, A2 də var. Aha. İndi mən bilirəm ki, birincidə nə verib mənə? Sn bərabərdir n-in kvadratı. Aha. Bilirəm A1 bərabərdir, hörmətli uşaqlar. Ədədi silsilədən söhbət gedir. A1 bərabərdir S1-ə. O da bərabərdir. N-in yerinə 1 qoyuruq da. 1-in kvadratı bərabərdir 1. A1 1-dir. A2 nəyə bərabərdir? A2-ni tapanda S2-dən S1-i çıxmalıyam mən. Bu bərabərdir. A2-ni tapanda S2-dən S1-i çıxıram. O da bərabərdir. Elə bir ki, S2, n-in yerinə 2 qoysaq, 2-nin kvadratı çıxaq 1-in kvadratı. O da bərabərdir, 3 eləmiş olur. Demək, A2 də 3 olmuş olur. 1-ə uyğundur hansı? 1-ə uyğundur. A1-imiz 1-dir. Hansı variantdır? E variantı. O birisi neçədir? A2-miz də 3-dür. A2-miz 3-dür. BE 1-ə uyğundur. BE. Aha, ikincini yazaq. İkinciyə görə uyğunluq hansıdır? Sn bərabərdir 2n-in kvadratı. Mən bilirəm ki, A1 bərabərdir S1-ə, o da bərabərdir 2 vuraq 1-in kvadratı bərabərdir 2. 2. Aha. A2 bərabərdir S2 çıxaq S1. O da bərabərdir 2 vuraq 2-nin kvadratı çıxaq 2 vuraq 1-in kvadratı. 2-nin kvadratı 4, 2-yə də vursaq 8 çıxaq 2, o da bərabərdir 6 eləmiş olur. Baxıram ki, burada elə cavab yoxdur. Burada sadəcə A1-in qiyməti uyğun gəlir. A1-ə demək 2-yə də uyğun gəlir nə? C uyğun gəlmiş olur. Növbəti üçüncüyə baxaq. Üçüncü belədir. Sn bərabərdir 3n kvadrat. Buradan A1 bərabərdir S1. O da bərabərdir 3 vuraq 1-in kvadrat. O da bərabərdir 3. A2 bərabərdir. S2-dən S1-i çıxıram. Bərabərdir. 3 vuraq 2-nin kvadratı çıxaq 3 vuraq 1-in kvadratı. 2-nin kvadratı 4. 3-ə vursaq 12. 12-dən də 3 çıxsaq 9. Burada elə cavab varmı? Yoxdur. Demək ki, A1-imiz burada 3 oldu. 3-ə də uyğun cavab hansı oldu? 3 hansıdır? A variantı. Aha. Davam edək. Növbəti sualla davam edirik. Bizə deyir ki, 28-ci sualımız belədir.
28-ci sualda deyir ki, f(x) bərabərdir, x-in kvadratı çıxaq 9, gx bərabərdir, 2x üstə gələk 1, gx funksiyasının qrafikinin absis oxunun kəsdiyi nöqtələrin absislərini tapın. Gəl hala görək bu mürəkkəb funksiya nəyə bərabərdir. Burada elə bir ki, gx-in qiymətini yerinə qoyuram. Gx nədir? 2x plus 1 deməkdir. Bu bərabərdir. Elə bir ki, burada gx gəlib burada x-in yerini tutubdur. Mən f funksiyasında harda x görürəm, yerinə gətirib bax bu ifadəni qoyuram. 2x plus 1-in kvadratı çıxaq 9. Bu bərabərdir nəyə? Bu bərabərdir 4x-in kvadratı üstə gələk 4x üstə gələk 1 çıxaq 9 bərabərdir 4x-in kvadratı üstə gələk 4x çıxaq 8-ə bərabərdir. İndi mənə deyir ki, bu elə bil y bərabərdir də. Mənə deyir ki, burada absis oxunun kəsdiyi nöqtələrin absislərini tapın. Əgər funksiyanın qrafiki absis oxunu kəsirsə, onun x-i var, y-i sıfıra bərabərdir. Demək ki, burada bu ifadədə x-i saxlayırsan yerində, bax bu y-i sıfıra bərabər eləyirsən. Yəni 0 bərabərdir 4x-in kvadratı üstə gələk 4x çıxaq 8. Yəni bunu da silib sağ tərəfdən yazsaq bu 0-ı. Elə bir ki, bu bərabərdir nəyə? 0-a. Hər tərəfi 4-ə bölsə, x-in kvadratı üstə gələk x. Hər tərəfi 4-ə bölsək də, çıxaq 2 bərabərdir 0. Bu nədir? X plus 2, x minus 1 vuruqlarıdır bunun, vuruqları. Buradan x bərabərdir mənfi 2, x də bərabərdir 1. Bizdən nəyi soruşur? Absislərini tapın deyir. Nə oldu buna? Hara getdik, çıxdıq. Absislərini tapın. Absisin biri x1 mənfi 2'dir. x2 də müsbət 2 olmuş olur. Cavab mənfi 2 və 1. 29-cu sualımız belədir. Bir dənə düzbucaqlı trapesiyadır. Birinci burada olan məlumatları mən toplayıb, sonra təzədən bunu mən dediyi formada fırladacağım. A, B, A, D. A, B, C, D. Burada düzbucaqlı trapesiyadırsa, burada da belədir. Bura 3'dür, bura 1'dir. Mənə deyir ki, AD də CD-yə bərabərdir. Bax, bura x deyirəm. AD-də burada x olur da, burada x olmuş olur. Mən buradan bir perpendikulyar indirirəm. Burada E deyirəm. Bura 3 olur. Bura bütövlükdə. Bura 1'dir. Burada bütövlükdə x isə bura x çıxaq 1 olmuş olur. Burada bir düzbucaqlı üsbucaq yaranıbdır. Bax, bu düzbucaqlı üsbucaq. Bu düzbucaqlı üsbucaq. Burada hipotenuzun kvadratı, yəni x-in kvadratı bərabərdir 3'ün kvadratı. 3'ün kvadratı üstə gələk x minus 1'in kvadratı. Buradan x-in kvadratı bərabərdir 9, üstə gələk x-in kvadratı çıxaq 2x, üstə gələk 1. Buradan x-in kvadratları 0 elədi. 2x keçsə sağa 2x müsbət olur, bərabərdir 10, x də bərabərdir 5 olmuş olur. Demək ki, burada x-imin qiyməti 5'dir. Tamam. Bu qalsın yan cibimdə. Gəlin biz burada nə yaradaq? Bizə nə deyir? Deyir ki, AB tərəfi üzərində fırlanmasından alınan kəsik konusunun tam səthinin sahəsini soruşur bizdən. Elə bir ki, bir dənə kəsik konus yaranır burada. Aha. Burada gəl verilənləri yazaq. Belə idi də. A bura idi. B, C, D də bura idi də bayaqlarım. Bura x idi. X L'dir. Doğurandır burada. L bərabərdir x. O da bərabərdir 5. Eyni zamanda burada x idi. Burada radiusu idi. O da bərabərdir 5. 5 tapdıq. Hündürlük 3 verib. Başqa nəyi verib mənə? Burada kiçik radiusu da 1 verib. R bərabərdir də. R bərabərdir
R bərabərdir 1. Məndən bu kəsik konusun tam səthinin sahəsini soruşur. S tam nəyə bərabərdir? S tam bərabərdir. İki oturacağı nədir burada? Dairədir də. Onların dairənin sahələri, yəni pi r kvadrat üstə gələk pi r kvadrat üstə gələk pi r l üstə gələk pi r l. Bu düsturla hesablanır da tam səthinin sahəsi. Burada təbii ki l doğrandır. R balaca r yuxarıdakı dairənin radiusudur. Böyük yerdə aşağıdakı dairənin radiusudur. Pi vuraq 5'in kvadratı üstə gələk pi vuraq 1'in kvadratı üstə gələk pi vuraq 5 vuraq l 5'dir. Üstə gələk pi vuraq 1 vuraq l yenə də 5'dir. Bərabərdir. Burada 25 pi, 1 pi də burada, 26 pi bu elədir. 25 pi, 5 pi də bu, 30 pi də bu elədir. 30 pi, o da bərabərdir. 30 pi, 25, 30, 56. 56 pi eləmiş olur. Cavab 56'dır burada. 56 pi. Sonra növbəti sualımız, 30-cu sualımız belədir. İspat məsələ deyir. İspat edin ki, f(x) bərabərdir x-in üstü 4 bölək 4 çıxaq x-in kubu bölək 3 çıxaq x-in kvadratı bölək 2 üstə gələk 2 üstə gələk 3 funksiyasının qrafikinin azalma aralığı mənfi sonsuzluq mənfi 1 olmuş olur. Hörmətli izləyicilər, burada nə edirik? Mən bilirəm ki, qrafikin ümumiyyətlə azalma aralığı tapmaq istəyirəmsə, funksiyanın azalma aralığını tapmaq istəyirəmsə, f' x-i sıfırdan kiçik bərabər götürürəm. Yəni burada törəməni tapaq. F' x bərabərdir nəyə? Burada elə bir ki, 4x-in üstü kubu vuraq 1 bölək 4 çıxaq 3x-in kvadratı vuraq 1 bölək 3 çıxaq 2x-in özü vuraq 1 bölək 2 törəməsini tapanda üstə gələk 1, üstə gələk 0. Bu da bərabər 4'lər ixtisar getdi. X-in kubu çıxaq x-in kvadratı çıxaq 2 üstə gələk 1. Aha. İndi mən bu ifadəni sıfırdan kiçik bərabər götürəcəm. Yəni x-in kubu çıxaq x-in kvadratı çıxaq 2 üstə gələk 1 kiçik bərabər 0. Burada x-in kvadratını qarşıya çıxarsam 2 çıxaq 1. Burada da mənfini qabağa versəm 2 çıxaq 1 kiçik bərabər 0. X minus 1'i çıxartdım mötərizə xaricinə. X-in kvadratı çıxaq 1 kiçik bərabərdir 0 oldu. Burada bunu x minus 1, x minus 1, x plus 1 şəklində yazdım. Kiçik bərabərdir 0. Burada nə oldu? X minus 1'in mötərizə kvadratı x plus 1 olmuş oldu. Kiçik bərabərdir 0. Bunun kökləri 1, mənfi 1'dir. Ələ dox çəkirəm. İkisini də alır. Mənfi 1, müsbət 1 qeyd edib işarəni aparıram. Burada x minus 1 bir kökümün kökü 1 olan x-in bir kökün x-in elə bil ki bir qiymətinin qüvvəti cüt dərəcə olduğuna görə üzərində t yazıram, təkrar yazıram. Yəni təkrar nə deməkdir? Bunun sağ və sol tərəfində işarələr təkrar olunur deməkdir. Müsbət, müsbət, mənfi olmuş olur. Burada bunun qiymətləri harda yerləşir? Qiymətləri yerləşir mənfi sonsuzluq, mənfi 1. Bir də birləşmə, bir dənə burada 1'i də alır. Aha, 1'i də alır. Məndən nəyi soruşur? Deyir ki, ispat elə ki, bu aralıqda azalandır. Bəli, azalan olduğunu ispat elədim də. Aralıq soruşduğu üçün məndən burada 1'i nəzərə almıram. Aralıq olaraq mənfi sonsuzluq, mənfi 1'də bu funksiya azalmış olur. Cavabımız budur. İspat da elədim yəni. Belə, xoş istirahətlər, xoş izləmələr. İzlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm.